Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul görüşü 5-ci mikrorayon ərazisində keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə müəssisə təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib. Görüşdə Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyib. Sakinlər təklif və şikayətlərini şəhər rəhbərinə çatdırıblar. Görüşdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.